Sual. Paltarına nəcasət dəyib, onu asıb və üzərində nəcasət olduğunu unudub. Sonra həmin paltarla zöhr namazını qılıb. Namazdan sonra paltarında nəcasət olduğunu xatırlayıb. Bu halda qıldığı namazın hökmü nədir? Əbu Salih, Allah sənə bərəkət versin. Kim paltarında nəcasət olduğunu bildiyi halda bunu unudaraq namaz qılarsa və yalnız namazını bitirdikdən sonra xatırlayarsa, onun namazı səhihdir. Elhamdülillah. Sənin qeyd etdiyin hal da məhz buna aiddir. Buna görə nəcasətli paltarla qılınan namaz iki halda səhih olur. Birinci hal. İnsan paltarında nəcasət olduğunu bilmədən namaz qılar və namazı başa çatdıqdan sonra paltarında nəcasət olduğunu görər. Bu halda namazı səhihdir. Elhamdülillah. İkinci hal. İnsan paltarında nəcasət olduğunu əvvəlcədən bilər, lakin bunu unudar və namazı bitirənədək yadına düşməz. Yalnız namazdan sonra xatırlayarsa, onun namazı da səhihdir. Elhamdülillah vəl minnə. Sənin qeyd etdiyin halda məhz budur. Lakin başqa bir məsələ də var. Namaz əsnasında nəcasəti bilən kəsin halı. Məsələn, bir kişi namaz qılarkən paltarında nəcasət olduğunu görər. Əgər övrəti açılmadan həmin paltarı çıxara bilirsə, bunu namaz əsnasında etməlidir. Kişinin övrəti göbək ilə diz arasındakı hissədir. Bunun dəlili Peyğəmbərin sallallahu aleyhi və səlləm namaz qılarkən ayaqqabılarını çıxarmasıdır. Səhabələr də ayaqqabı ilə namaz qıldıqları üçün onu gördükdə öz ayaqqabılarını çıxardılar. Peyğəmbər sallallahu aleyhi və səlləm namazını tamamlayıb salam verdikdən sonra hamının ayaqqabılarını çıxardığını görüb buyurdu. Sizə nə oldu? Onlar dedilər, ey Allahın Rəsulu, sənin ayaqqabılarını çıxardığını gördük. Onlar elə zənn etmişdilər ki, ayaqqabı ilə namaz qılmağın qadağan edildiyinə dair yeni bir əmr gəlib. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu, xeyr, Cəbrail mənə xəbər verdi ki, ayaqqabılarımda nəcasət var. Beləliklə, Peyğəmbər sallallahu aleyhi və səlləm nə namazını pozdu, nə də yarımçıq kəsdi. Sadəcə nəcasəti aradan qaldırdı və namazını davam etdirərək tamamladı. Həmçinin bu hökm baş geyimində, paltarda və ya başqa bir şeydə nəcasət olduğu halda da keçərlidir. Şərt isə budur ki, onu çıxararkən övrət açılmasın. Əgər paltarı çıxarmaq övrətin kişi üçün göbək ilə diz arasındakı hissənin açılmasına səbəb olacaqsa, bu halda namazdan çıxıb paltarını dəyişməsi vacibdir. İkinci məsələ. Əgər insan paltarındakı nəcasəti unudubsa və sənin qeyd etdiyin haldakı kimi bunu namaz əsnasında xatırlayarsa, bu zaman namazı pozulur. Nəcasəti aradan qaldırmalıdır. Əgər bunu bacararsa, məsələn, övrəti açılmadan paltarı çıxara bilərsə, nəcasəti aradan qaldırıb namazını davam etdirir. Əgər bunu bacarmazsa, namazı pozulur.